Ya Allah, Allah hər birimizə bax belə gözəl evlərdə qocalmağı nəsib eləsin inşallah. Dəyərli izləyicilərimiz, Mərdəkandayıq. Mərdəkanda 11 sot torpaq sahəsi olan 400 kvadratlıq bu evin təqdimatına gəldik. Sahibi deyir ki, möhtəşəm bir tikili tikmişəm, filan materiallardan istifadə eləmişəm. Mən amma hər zaman sizlərə deyirəm ki, evlərinizi alanda mütləq və mütləq yoxlatdırın. En azından tikintinin videolarını, şəkillərini tələb eləyin. Sonraki peşmançılıq fayda verməz atalarımız demişkən. 1 milyon 100 bin manat bu evin start qiymətini dedik. Ya Allah. Mərdəkanda Makaronlu dediyimiz ərazidə yerləşir evimiz. Daimi yaşaya bilərsiniz. Bu nə gözəllikdir, özünüz tamaşa eləyin. Kvadratlıq besetkası. Bir dənə təsəvvürünüzə gətirin. Burada oturursunuz. Bu hovuzun gözəlliyinə baxa-baxa yeyib içirsiniz. Orada da yay besetkası hər zaman külək əsən yerdir. 10 metr uzunluğunda, 5 metr enində besetkadır. Gedək indi sizlərə besetka yox, hovuzdur. Olur da arada bəzən belə səhvlər. Kəsməyəcəm, elə-belə də davam eləsin. Gedək indi mən sizlərə bu gözəllik, 400 kvadratlıq olan bu gözəlliyin evin daxilində göstərim. ...80 kvadrat metrlik zalı. Kvadrat metrlik mətbəx və mətbəxin yanında çamaşırxana kombi sistemi. Birinci mərtəbədə hamının ümumi istifadə edə biləcəyi ümumi sanitar qovşağı. İki mərtəbəli evlərdə olmazsa olmaz yataq otağı birinci mərtəbədə olmalıdır və özünün sanitar qovşağı. Gəl, yuxarıdayam, səni gözləyirəm. Gəl. Yoruldum, like qoymağı unutmayın. Abunə olmamışsa abunə də olun. 2 dənə yataq otağı. İkinci mərtəbənin ümumi sanitar qovşağı. Panoraması yola olan yataq otağı, özünün sanitar qovşağı. Çoxlarının zalı boyda olan yataq otağı.